Sənin Kərbəlalın sevgidən başqa yozumu yoxdur. Qiyamət günü bizim hamımızın başımız aşağı düşəcək Hüseyn sevgisinin qarşısında. Bizi necə susturacaqlar? Hər şeyə cavab tapsaq, filan şeyi günah elədin, filan şeyə, filan səbəbdən gətirəcəklər. O yaralı bədəni ilə İmam Hüseyni qoyacaqlar qarşımıza. Deyəcəklər, bəs bunun sevgisi, bəs Hüseyn ola-ola sən niyə bu gündə yaşadın? Sənin Hüseynin var idi. Sənin Hüseynin var idi. Sən bu eşqə niyə cavab verəmədin? İmam Hüseynin sevgisinin təzahürünü yaşadın. 40 il İmam Səccad göz yaşı tökdü. 40 il ağladı. Çünki başa düşürdü nə baş verib. 40 il. Yemək gətirirdilər, qabağına qoyurdular, yiyənmirdi. Baxırdı, ağlayırdı. Deyirdi ki, Qutilə ibn Rasulillah caiən, Peyğəmbərin oğlunu az öldürdülər. Yemək